kəsilməsinə səbəb edə bilməz. Aydındır. Mahmud müəllim, kimlər vərəsə ola bilər? Bu qanunvericilikdə necə tənzimlənir? Qanunvericilikdə, yəni Mülki Məcəllənin 1134-cü maddəsində, eyni zamanda həmin məcəllənin 1159-cu maddəsində kimlərin vərəsə ola bilər biləcəyi sualına düzünə cavab verilmişdir. Yəni 1134-cü maddədə göstərilir ki, miras qoyan şəxsin ölümündən sonra sağ olan vərəsələri miras mülkdən pay almalıdırlar və eyni zamanda göstərilir ki, onun ölümündən sonra doğulan uşaqlar da vərəsə ola bilərlər. Yəni o mütləq deyil, olmaya da bilərlər. Hansı hallarda ola bilərlər, hansı hallarda olmaya bilərlər, o məsələyə 1159-cu maddə aydınlığı gətirir. Yəni, Mülki Məcəllənin 1159-cu maddəsində birinci növbədə qeyd edir, miras qoyan şəxsin ölümündən sonra onun valideynləri, əri, arvadı, uşaqlar. Birinci növbəli vərəsələrdir. Burada övladlığa götürənlər və götürülənlər də birinci növbəli vərəsələr siyahısındadır. Sual oluna bilər ki, birinci növbəli vərəsələr yoxdursa, onda məsələ hansı qaydada həll olmalıdır? Onda ikinci növbəli vərəsələrə vərəsəlik yaşanır. Yəni, söhbət gedir qardaşlardan və bacılardan. Miras qoyan şəxsin qardaşlarından və bacılarından. İkinci növbəli vərəsələr də əgər yoxdursa, onda həm ana xətti üzrə, həm ata xətti üzrə babalar və nənələr. Dördüncü növbəli vərəsələr isə xalalar, dayılar, bibilər, əmilər hesab olunur. Nəhayət, beşinci növbəli vərəsələr isə xala uşaqları, dayı uşaqları, bibi uşaqları, əmi uşaqları hesab olunur. Yəni, miras mülklə bağlı vərəsə ola biləcək, yəni ardıcıllıqla bu şəxslərdir. Birinci növbəli vərəsələri varsa, ikinci, üçüncü, dördüncü, beşinci növbəli vərəsələrdən söhbət ola bilməz. Bundan istisnalar hansılardır? Yəni, qanun onu da müəyyən etmişdir. Əgər miras qoyan şəxsin himayəsində yetkinlik yaşına çatmayan, əmək qabiliyyəti olmayan şəxslər varsa, onlara münasibətdə qanun belə adlanır, dolanışıq xərcləri kimi adlanır. Yəni, onlara miras mülkdən dolanışıq xərcləri verilə bilər. Bəli, mötərizədə hətta qeyd olunur ki, aliment formasında. Onun məbləğini isə miras mülkə münasibətlə, yəni onun dəyərinə münasibətlə müəyyənləşdirilir. Bax, Mahmud müəllim, nikahdan kənar doğulan uşaq vərəsə hesab oluna bilərmi? Bəli. Yəni, Mülki Məcəllə bu məsələni də təsbit etmişdir. Qeyd olunur ki, nikahdan kənar uşaqlar vərəsə ola bilərlər. Amma bu şərtlə ki, onların atalığı qanunla nəzərdə tutulan qaydada, yəni Ailə Məcəlləsinin 45-ci maddəsinə uyğun olaraq, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında müəyyən edilə bilər və ya qanunla nəzərdə tutulan qaydada qeydiyyat şöbəsində də müəyyən oluna bilər. Və həmin normada o da qeyd olunur ki, əgər nikahdan kənar şəxs, doğulmuş uşaq miras açılana qədər ölərsə, onda mirasdan ona çatısı pay onun birinci növbəli vərəsələrinə çatır. Axund Amil cavablandırsın sualımızı. Ümumiyyətlə, fiziki şəxsin ölümündən sonra onun malik olduğu əmlakın sonraki hüquqi vəziyyəti Quran-ı Kərimdə hansı qaydalar üzrə tənzimlənir? İslam şəriətində insan öldükdən sonra, bayaq dediyim kimi, İslam şəriəti onun tərk etdiyi malın mülkü İslam şəriətinə uyğun müvafiq qaydalara, qanunlara əsasən bölür. Bayaq dediyim birinci məsələ, onun ölüm məsələləri, onun tərk etdiyi mallardan götürülür. Ondan sonra əgər vəfat etmiş şəxsin borcları varsa, İslam şəriəti onun borclarının ödənilməsini vacib bilir. Yəni, onun tərk etdiyi mallardan bölgü aparılmadan əvvəl, vərəsələrə çatmadan əvvəl İslam şəriəti deyir ki, sən onun borclarını ver. Hətta bəzi borclar, əgər uzun müddətli borclar da olsa, insanın ölümü ilə haman borclar anında gərək ödənilməlidir. Vərəsələrə mallar bölünmədən əvvəl. Ondan sonra əgər vəsiyyət varsa, vəsiyyət
bayaq dediyimiz şəkildə malın 1/3-dədirsə, haman İslam şəriəti deyir 1/3-də kişinin etdiyi vəsiyyəti ölən şəxsin vəsiyyətinə uyğun olaraq onun malı paylanılmalıdır 1/3-də. Amma qalan hissə isə onun vərəsələrinə və vərəsələr də bayaq dediyimiz kimi İslam şəriətində 3 təbəqədən ibarət olan vərəsəlik var. Birinci, ata, ana və onun övladları. Ata, ana və ölən şəxsin övladları demək istəyirəm. Və nəvələr də bura daxil ola bilər birinci təbəqəyə, əgər övladlar həyatda deyillərsə. Ondan sonra, əgər ölən şəxsin ana bətnində uşağı varsa, ona da hüquq verilir, vərəsəlik hüququ İslam şəriətində verilir və bölgü aparılmazdan əvvəl, bölgü aparılan halda haman ana bətnində olan uşağın cinsiyyəti, indiki elm inkişaf edib bilirlər, əgər cinsiyyəti məlumdursa, qadındırsa, qadına uyğun formada pay götürülür ona, əgər oğlan uşağıdırsa, onun da payı ayrılır, əgər diri doğularsa, həyata gələrsə, onun payı ona verilir. Əgər ola bilər ki, o uşaq doğulanda ölü doğulsun, ölü doğulanda haman ayrılmış məbləğ yenə də vərəsələr arasında bölünür. Bu birinci təbəqədə olan irs daşıyan insanlardır. İkinci təbəqədə babalar, bir də gəlir onun bacıları, qardaşları. İkinci təbəqədə İslam şəriətində babalar, yəni baba, nənə, bir də bacı, qardaşlar. Üçüncü təbəqədə isə əmilər, dayılar, xalalar, bibilər və onların uşaqları. Bu cür İslam şəriəti tərk olunmuş ölən insanın mallarını bölür. Və müəllimin dediyi kimi İslam şəriətində eyni şəkildə əgər birinci təbəqədən olan insanlar varlarsa, ikinci təbəqəyə ölənin tərk etdiyi maldan heç bir şey çatmır. Meyitin xanımı və yaxud xanımın yoldaşı isə bütün təbəqələrdə irs daşımaq və onun malının, mülkünü ona müvafiq olaraq şəriətdə təyin olunmuş məbləği malı götürmək hüququ daşıyır. İslam şəriətində bu cür mal bölünür, hətta ana bətnində olan uşağa da aman əgər diri doğularsa onun payı qorunub saxlanılır. Ehtiram müəllim, qanun üzrə vərəsəlik nə vaxt etibarsız sayılır? Ümumiyyətlə, qanun üzrə vərəsəliklə bağlı, Məmməd müəllim qanunun müddəalarını burada qeyd etdi, amma bilirsiniz, qanun üzrə vərəsəlik yalnız vərəsəlik hüququndan məhrum edildikdə və ya ləyaqətsiz vərəsə sayıldıqda qanun üzrə vərəsəliyindən məhrum edilə bilər şəxs. Bu da təbii ki, çox belli tutarlı əsaslar olmalıdır, hansı ki, miras qoyanın sağlığında deməli, ona bu və ya digər qanunsuz olaraq təsirlər nəticəsində şəxsin öz maraqlarının təminatı üçün müvafiq təsirlər ola bilər. Bununla bağlı hətta cinayət xarakterli hərəkətlər törədilməsi nəticəsində miras qoyanın sağlığında onun əmlakına və ya özünə hansı müdaxilələr olunması halları müəyyən olunarsa, bununla bağlı maraqlı tərəflər şəxsin ləyaqətsiz vərəsə hesab olunmasını və yaxud da ki, vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edib bu hüquqdan məhrum edə bilirlər. Vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı təbii ki, şəxs öz sağlığında, miras qoyanın sağlığında müraciət edə bilir, məhkəmə qaydasında bu həll oluna bilər. Amma ləyaqətsiz vərəsə sayılması ilə bağlı digər maraqlı şəxslərin iddiası əsasında bu mümkündür. Yəni qeyd etdiyim kimi, yalnız vərəsəlik hüququndan mərhum edilməsi məhkəmə qaydasında müəyyən olunandan sonra şəxs qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Aydındır. Məmməd müəllim, sizinlə söhbətimiz davam etdirək. Bax, ləyaqətsiz vərəsə kimlərə hesab olunur və vərəsənin ləyaqətsiz hesab olunması qanunvericidə necə təsbit olunur? Kifayət qədər bu geniş anlayış tələb edir bu sual və qanunvericilikdə mən bu suala cavab verməmişdən əvvəl birinci növbədə mənə qədər verdiyi suallarla bağlı bir-iki məqama aydınlıq gətirmək istəyirəm. Yəni qanunvericilikdə vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyətnamaya xitam verilməsi əsasları qeyd olunubdur. Eyni zamanda vərəsəlik hüququndan məhrum etmə anlayışları var. Yəni hansı hallarda vəsiyyətnamə etibarsız hesab oluna bilər, hansı hallarda xitam verilə bilər? Xitam verilə bilər o hallarda ki, mirası qoyan şəxsdən əvvəl onun mirası vəsiyyət etdiyi şəxs ondan əvvəl ölərsə, yəni miras qoyan şəxsdən əvvəl ölərsə, vəsiyyətnamaya xitam verilir. Həmin miras əmlak, yəni vəsiyyətnamə qoyulan əmlak, miras qoyan şəxsin sağlığında özgərinkiləşdirilərsə, yenə də
vəsiyyətnaməyə xitam verilir. Amma vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı münasibətlərdə isə ümumiyyətlə əqdlərin etibarsızlığına səbəb olan hallar, yəni fiziki, psixi təsirlər, xəstəlik, yəni ola bilsin ki, miras qoyan şəxs öz iradəsini həyata keçirmək imkanında olmayıbdır. Yəni öz hərəkətləri ilə əlaqədar mühakimə etmək qabiliyyətində olmayıbdır, başqa sözlə xəstə olubdur. Bu kimi hallarda ona təsirlər olduqda, fiziki, psixi zorakılıqlar olduqda, nəhayət, yəni qanunvericilikdə o belə qeyd olunur ki, əqdlərin etibarsızlığına səbəb olan hallar mövcuddursa, vəsiyyətnamə etibarsız hesab edilməlidir. Bəs sizin sualınıza gəlirəm ki, hansı hallarda şəxs ləyaqətsiz vərəsə hesab oluna bilər? Qanunvericilikdə, yəni 1137-ci maddədə, bundan əlavə 1203-cü maddədə, yəni mülki məcəllədən söhbət gedir, bu məsələlərə aydınlıq gətirilir və 1137-ci maddədə göstərilir ki, miras qoyan şəxsin sonuncu iradəsinin əleyhinə hərəkətlər etmiş, yəni mirasla bağlı əleyhinə hərəkətlər etmiş və özü üçün miras payını süni sürətdə artırmağa nail olmuş və ya öz yaxınlarına münasibətdə şəxs eyni zamanda miras mülklə bağlı və mirası qoyan şəxsin sonuncu iradəsi ilə bağlı onun əleyhinə cinayət və ya sair əxlaqsız hərəkətlər törətmiş şəxs məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab oluna bilər. Sual oluna bilər ki, şəxsin, yəni vərəsənin ləyaqətsiz vərəsə hesab olunması ilə əlaqədar kimlər iddia qaldıra bilərlər? Əgər söhbət ondan gedirsə ki, şəxs, yəni mirası qoyan şəxs vəfat etmişsə, onda miras payını əldə edə biləcək şəxslər hamısı və ya onlardan biri bu məsələni qaldıra bilər. Amma miras qoyan şəxs öz sağlığında da bu məsələni qaldıra bilər və Mülki Məcəllənin 1200.2-ci maddəsinin tələbləri qaydasında şəxsin ümumiyyətlə vərəsəlikdən məhrum edilməsi barədə məhkəmədə iddia qaldıra bilər və öz məqsədinə nail ola bilər. Bir şeyi unutmayaq ki, qanunvericilikdə bir sıra ziddiyyətlər də mövcuddur. Yəni bu məsələlərin həlli ilə bağlı, çünki qanunvericilik bir tərəfdən deyək ki, 1176-cı maddədə göstərilir ki, şəxs öz əmlakını vərəsələr sırasından olan və olmayan istənilən şəxsə vəsiyyət edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Amma 1193-cü maddədə isə məcburi pay məsələsini müəyyən edir. Yəni vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras mülkdən birinci növbəli vərəsələrə məcburi pay çatır. Amma orada fərq qoyulur. Qanun üzrə vərəsəlikdə ona çatası payın yarısını alır. Yəni bayaqları Axundun söhbətinə mən gəlirəm, dediyi söhbətə gəlirəm. Çox maraqlıdır ki, İslam şəriətində də hansı qaydada bu məsələ tənzimlənirdisə, 2000-ci ildən sonraki münasibətlərdə, yəni mülki məcəllədə həmin münasibətlər eyni qaydada tənzimlənir. Yəni qeyd olunur ki, vəsiyyətnamə oldu, olmadı. Bundan asılı olmayaraq birinci növbəli vərəsələrin məcburi payı vardır. Yəni söhbət sırf ailə münasibətlərdən gedir. Burada bir, qanunvericilik iki prinsipi gözləyir. Bir, fərdilik prinsipidir. Eyni zamanda ailə təminat prinsipidir. Yəni söhbət ondan gedir ki, biz qanunvericiliyin bu mövqeyini almışdırıq. Niyə? Çünki olur ki, bəzən mirası qoyan şəxs öz ailə münasibətlərinə, ailə üzvlərinə münasibətdə səhv addım atır. Bax, o bir səhv addımın ucbatından bütün ailə üzvləri, yəni birinci növbəli vərəsələr ciddi məhrumiyyətlərə düçar olurlar. Ona görə də qanunvericilik düzgün mövqedədir ki, həm fərdilik prinsipini gözləyir, yəni şəxs öz iradəsini həyata keçirir, vəsiyyətnamə qoyur. Digər tərəfdən də birinci növbəli vərəsələrin mənafi baxımından məcburi pay hüquqlarını təsbit edir. Qayıdıram sizin suala, yəni elə bilirəm ki, ləyaqətsiz vərəsə anlayışı ilə əlaqədar. Yəni orada söhbət gedir ona qarşı cinayət törədilməsindən, əxlaqsız hərəkətlər edilməsindən və axırıncı iradəsinin həyata keçirilməsinə mane olan şəxslər.
Amma bütün bunlarla bağlı bir halı nəzərdən qaçırmayaq ki, ləyaqətsiz vərəsə söhbətində, yəni əgər şəxsin ləyaqətsiz vərəsə hesab olunacağı söhbəti ortalığa atılırsa, bu hökmən məhkəmə qaydasında mübahisə həll edilməlidir. Yəni məhkəmə qaydasında o ləyaqətsiz vərəsə hesab oluna bilər. Bu, həm miras qoyan şəxsin ölümünə qədər ola bilər, həm də onun ölümündən sonra ola bilər. Amma qanunvericilik şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün qanunvericilikdə 5 il müddət müəyyən etmişdir. Yəni, şəxsin ölümündən sonra da onun vərəsələri, yəni mirasda pay əldə edə biləcək şəxslər 5 il müddətində bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldıra bilərlər. Hörmətli auditoriyamızın fikrini öyrənək. Bugün bax, miras bölgüsü və vərəsəliyi üzrə müzakirə edirik. Vərəsələr çarəsizliyin qurbanı olur, yoxsa məlumatsızlığın? Mən deyərdim ki, vərəsələr məlumatsızlığın qurbanı olurlar. Yəni, özləri istəmirlər ki, onlara çatacaq pay haqqında bir məlumat əldə eləsinlər, özləri haradasa bir maariflənsinlər. Məsələn, götürək bugünkü hazırlanan bu verilişdən, yəni tamaşaçılar çox örnək götürə bilərlər. Yəni, miras qoyan əmlak, bir kəs ki, dünyadan köçəndən sonra onun miras əmlakı hansı qaydada bölünməlidir, yəni çox maariflənə bilərlər. Əlbəttə ki, digər kanallara, yəni ki, digər əyləncəli verilişlərdənsə belə bir verilişlərə baxsalar, çoxmu? Yəni, mən əsas götürürəm ki, öz subyektiv fikrimdir, məlumatsızlıqdandır. Səfər müəllim, əmlakı neçə yaşından etibarən vəsiyyət edə bilərlər? Bunun üçün yaş məhdudiyyəti varmı? Bəli. Demək, hər hansı bir şəxs öz mülkiyyətində olan əmlakı, yəni yetkinlik yaşına çatdıqdan sonra vəsiyyətnamə qoya bilər və digər şəxslərə. Yəni, yaş həddi yetkinlik yaşına çatan 18 yaş həddidir.